Ayda, Əminə bilirsən nə oldu? Nə olub? Dünən mənə sevgilim maşın aldı. Təbrik eləyirəm. Neyinib, xəyanət eləyib deyə alıb? Yox, niyə xəyanət eləsin ki? Sevdiyindən alıb da, dəyər verib də mənə. Nə bilim valla, biraz şübhəlidir. Məncə sən yoxla, yenə də bəlkə xəyanət eləyir. Nəysə, xeyirli olsun, xeyirli olsun. Əminə, ayda. Nə oldu yenə? Ayda, axır ki, səncə bacın gələn ay hara uçur? Hara uçursan? Maldivə aşkın bilet alıb gedirəm Zaqaralım. Vəfa üzvə demək kimi olmasın. Amma məncə həqiqətən sənə xəyanət edir. Həm maşın, həm Maldiv biraz şübhəlidir. Ay bala, niyə da? Yəni niyə mənə xəyanət eləsin? Mənim kimi qızın niyə xəyanət eləsin? Ola bilməz, ürəyindən keçir, durduq yerə sevə-sevə eləyir da bunu bu. Bəlkə də xəyanət eləmə, amma yenə də Maldiv bu deyil. Orada milçək, kamarza doludur. Yenə də xeyirli olsun, uç sağ-salamat. Allah yaxşı, oldu. Əminə, təsəvvür elə ki, neçə vaxt gözlədiyim şirkət mənə təklif elədi, özü yüksək maaşla. Ay, xeyirli olsun, xeyirli olsun. Bu kimdir ki, ona o maaşı verirlər? O qədər sevinirəm. Neçə vaxt gözləyirdim mən bu xəbəri. Ay Allah, çox şükür sən ürəyimə görə verdin. Hə, ürəyim. Sən bu işə layiqsən. Neçə vaxt gözləyirdim. Maşallah, göz dəyməsin sənə. Bu qədər xeyirli işlərin olur, layiqsən ürəyim. Hesabı da bağlayarsan da.